Rəhbərlərə münasibətdə hədd aşmaq əhl-i sünnətin yoluna müxalifdir. Əmr sahiblərinə Allaha asilik olan işlərdə tabe olmaq, onların şəriətə müxalif olan əməllərinə bəraət qazandırmaq və bu işlərdə onlara dəstək olmaq, onlara nəsihət edə biləcək halda ikən nəsihət etməmək, əmr sahiblərinə qarşı məddah olmaq və bu kimi hallar rəhbərlər barədə həddi aşmaq hökmünə girir. Elə bu səbəbdən də sələflər rəhbərlərə münasibətdə daima ehtiyatlı olmuş və bu istiqamətdə orta yol tutmuşlar. Əbdürrahman ibn Mehdi, Sufyan Əs-Surinin belə dediyini nəql edir. Həqiqətən də mən daima rəhbərin islahı üçün dua edirəm, lakin onda olmayan bir şeyi dilə gətirməyi bacarmaram. Yəni, onu yalan üzərə məd edib tərifləyə bilmərəm. Bunu da bilmək lazımdır ki, əmr sahiblərinin yaxşı və ya pis, doğru və ya səhv, hər dediyinə və hər etdiyinə müvafiq olmaq, onlara yaxşılıq və nəsihət etmək növündən sayıla bilməz. Bir atalar sözündə deyildiyi kimi, sənin dostun sənə qarşı doğru olan kəsdir, daima səni doğrulayan kəs deyildir. Şəddəd ibn Amr ibn Oğuz, Muaviyyəyə belə deyir. Ey Muaviyyə, həqiqətən sənə nəsihət edən, səni haqq sözü ilə qəzəbləndirən kəsdir. Səni aldadan isə, səni batil sözü ilə razı salan kəs. Əbu Hüreyrənin rəvayət etdiyi hədisdə Allah Rəsulu, Allahın ona salamı olsun, belə buyurur. Kim sultanın qapısına gələrsə, fitnəyə məruz qalar. Bu fitnə, əmr sahiblərini razı salmaq naminə, şəriət hökmlərinə, haram halala göz yummaq, rəhbərin razılığını Allahın razılığından önə keçirmək fitnəsidir. Bu fitnə, sultanın yanında olan dünya cahcalalına meyl edib, axirəti unutmaq fitnəsidir. Bu fitnə, əmr sahibinin yanında şəriətə müxalif bir əməl görüb ona nəsihət etməmək, zülmünü görüb zülmünə mane olmamaq fitnəsidir. Bu fitnə, sultanlar yanında elm əhlinin heybətinin azalması, elmə və əhlinə veriləcək dəyərin ucuzlaşması fitnəsidir. Ömər ibn Xəttab, Allah Rəsulunun, Allahın ona salamı olsun, belə dediyini rəvayət etmişdir. Əmr sahibləri alimlərlə yaxınlıq etdikləri vaxt, Allah onları sevir. Alimlər isə əmr sahibləri ilə yaxınlıq etdikləri vaxt, Allah onları sevmir. Çünki alimlər əmr sahibləri ilə dostluq edəndə dünyanı istəyirlər. Əmr sahibləri isə alimlərlə dostluq etdikləri vaxt, axirəti istəyirlər. Huzeyfə ibn Əl-Yəmən, Allah ondan razı olsun, demişdir. Fitnə yerlərindən özünüzü qoruyun. Dedilər ki, ey Abdullah, fitnə yerləri nədir? O da belə cavab verdi. Əmr sahiblərinin qapıları. Belə ki, sizlərdən biriniz rəhbərin yanına daxil olur, onun yalanını doğruluyur və onda olmayan şeylərlə onu tərifləyir. Abdullah ibn Məsud, Allah ondan razı olsun, demişdir. İnsan sultanın yanına dini ilə girər və onun yanından çıxdıqda dinindən heç bir şey qalmaz. Ondan soruşdular ki, bu necə olur? O da belə cavab verir. Çünki o, Allahı qəzəbləndirəcək şeylərdə sultanı razı salır. Bir gün Buxaranın əmiri İmam Buxariyə xəbər göndərib deyir ki, yazdığın Əl-Cəmiüs Səhih və Tərix Əl-Kəbir kitablarını mənim yanıma gətir. O kitabları səndən dinləmək istəyirəm. İmam Buxari isə həmin valinin göndərdiyi elçiyə belə cavab verir. Ona de ki, mən heç vaxt elmi alçaltmaram və sultanların qapısına gəlmərəm. Əgər sənin elmdən nəyəsə ehtiyacın varsa, o zaman məscidimdə və ya evimdə özün məni ziyarət et. Bu və bu qəbildən olan əsərlər, əmr sahibləri ilə yaxınlıq edib, onlardan dünyalıq mənfəət güdənlərə, onlara qarşı yaltaq və ikiyüzlü olanlara, onların batil və münkər əməllərinə göz yumub, haqqı onlardan gizlədənlərə aid edilir. Əsrlər boyunca və elə indiki zamanda da bidət əhlinin rəhbərlərə qarşı mövqeyi bu cür olub. Amma əmr sahiblərinə gücləri çatan qədər, gözəl bir şəkildə nəsihət edənlərə, onların önündə haqqı haqq və batili də batil kimi dilə gətirənlərə gəldikdə isə, onlar heç şübhəsiz ki, böyük mücahidlərdir. Allah Rəsulu, Allahın ona salamı olsun, belələri barədə demişdir. Zalım sultanın yanında haqqı demək ən böyük cihaddır. Hədis alimlərindən Mübarək Furi demişdi. Hədisdə qeyd edilən, kim sultanın qapısına gələrsə sözünün mənası, yəni
heç bir zəruriyyət və ehtiyac olmadan gələrsə. Fitnəyə məruz qalar kəlamının mənası isə, yəni əgər onun batil, söz və əməllərinə müvafiq olarsa, dinini, müxalif olarsa, dünyasını təhlükəyə atmış olar. Mushir demişdi, kim sultanın yanına daxil olar və ona yaltaqlıq edərsə, fitnəyə düşər. Amma kim yaltaqlıq etmədən ona nəsihət edərsə, ona yaxşılığı əmr edib, onu pisliklərdən çəkindirərsə, onun sultanın yanına daxil olması ən əfsəl cihad növündən sayılar. Bura qədər qeyd etdiklərim əmir sahibinin yanına daxil olan, onun qapısını döyən kəslərin halı ilə əlaqəli idi. Yəni sultanın qapısına gedən hər kəs eyni olmadığı kimi, o cümlədən də qapısı döyülən əmir sahiblərinin də hamısı eyni hökmdə deyil. Bu barədə İbn Əbdülbər demişdi. Bu mövzuda, yəni sultanın qapısına getməməklə əlaqəli olan əsərlərin hamısında nəzərdə tutulan zalım, fasik sultandır. Amma fəzilət sahibi olan adil rəhbərlərə gəldikdə isə, onların yanına getmək, onları görmək və islah işlərində onlara köməklik göstərmək ən yaxşı əməllərdən sayılır. Məyər görmürsənmi ki, Urva İbn Zubeyr, İbn Şihəb və onların təbəqəsində olan bir çox alim Ömər İbn Abdüləziz ilə yaxınlıq edərdilər. Həmçinin İbn Şihəb Abdülməlikin və ondan sonra rəhbər olan övladlarının yanlarına daxil olardı. Şabi, Qabisa İbn Züeyb, Həsən, Əbu Əz-Zinət, Məlik, Avzai, Şafi və başqa bir çox alim də sultanın qapısına gedənlərdən idilər. Əgər alim rəhbərin yanına ehtiyac olduqda hərdən getsə, elmlə danışsa və xeyir söz söyləsə gözəl olar və bu əməlində də gərək Allahın rızasını gözləyə. Lakin əksər hallarda bu cür görüşlər fitnə məclisi olur. Bu fitnədən qurtulmaqsa, bu cür məclisləri tərk etməklə mümkündür. İmam Malikə belə deyildi. Sultan həddi aşdığı və zülm etdiyi halda sən onun yanına gedirsən. İmamın ona verdiyi cavab isə son dərəcə möhtəşəm olur. Allah sənə rəhm etsin. Bəs haqq söz harda deyilməlidir? Bu gözəl kəlamdan sonra artıq nə isə yazmağa lüzum görmürəm. Haqqa müvəffəq edən, heç şübhəsiz ki, aləmlərin Rəbbi olan Allahdır. Əbu Zeyd Həbibli